Hə, Xədicə. Dedik ilk dəfə yastı qurdlarda hansı sistemlər yarandı? Cinsiyet sistemi, ifrazat sistemi, sinir sistemi, həzm sistemi. Tamam. Bunlarda simmetrik vəziyyət necə idi? İki tərəfli eşitlik simmetriya var idi. Tamam. Siz mənə deyin, regenerasiya və fragmentasiya proseslərini bunlarda. Hər ikisi var idi. Fərqini də deyim misiniz? Bəli. Regenerasiya itirilmiş bədən hissəsinin bərpası deməkdir. Fragmentasiya bədənin xırda bir hissəsindən yeni bir orqanizmin inkişaf eləməsi. Tamam. Sən mənə denən sinir sistemi necə idi bunların? Sütunlu sinir sistemi idi. İki dənə sinir düyünü var idi. Onlardan sinir sütunları çıxırdı. Onlar da bir-birinə sinir atmaları ilə köndələn birləşirdi. Tamam. Sanki elə bil nərdivan kimi də, belə deyək. Tamam. Siz mənə deyin, həzm sistemi nə ilə başlayacaq bunların? Ağızla. Daha sonra bunların bağırsağı neçə şaxəli olacaq deyəcəyik. Üç şaxəlidir. Bir şaxə önə, iki şaxə arxaya. Hamısı kol tutar. Tamam. Deməli bunlarda qida neçə istiqamətdə hərəkət edirmiş olur? İki istiqamət. Tamam. Aydındır. Tənəffüsü necə baş verəcək bunların? Bədən səthindən suda həll olmuş oksigenlə tənəffüsün. Tamam. İfrazat sistemi nə idi? İfrazat sistemi Protonefridir. real uduz şəkilli hüceyrələrdən ibarətdir. Tamam. Aydındır. Əzələləri xaricdən daxilə doğru hansı əzələlər var idi? Hərqəvi çəpinə uzunlar. Tamam. Sorucu qurdlar sinifinə kim aid idi? Qaraciyər sorusu. Qaraciyər sorusu. Qaraciyər sorusunda hansı sormazlar olacaq? Qız tərəfində ağız sormacı var idi. Ağzın kənarı qalınlaşmışdı. Həm yapışmalar, həm sormağa xidmət edirdi. Bir də qarın sormacı var. Yalnız yapışmağa xidmət edir. Tamam. Həzm sistemi nə deyə bilərik? Qız, udlaq və bütün bədən boyunca şaxələnən iki bağırsaqdan ibarətdir. Burada da yenə bütün şaxələr kol tutar. Nə ilə qidalanacaq bunlar? Qan və qaraciyər hüceyrələri. Tamam. Qaraciyər sorusunun tənəffüs sistemi necə idi? Tənəffüs sistemi yoxdur. Anaerob tənəffüs, anaerob yaşayır. Tamam. Oksigensiz mühitdə yaşayacaq. İfrazat sistemi necə adlanır? Ee, rezervuar, orada da silik hissəsi var idi. Rezervuar belə bir. Yenə opportunity də olardı da. Protein nefridi olacaqdır. Tamam. Sinir sistemi necə quruluşdaydı? 3 sinir sütunu var idi. Bir cüt təsvir edilir. Tamam. Çoxalması danış. Demək ki, qaraciyər sorusunun sistaları, sista halında ota yapışırlar. Sonra qaramal o otdakı sistanı yeyəndən sonra sistan qılafı mədəsində əriyir. Sonra həmin sista qan vasitəsilə, bir dəqiqə, bağırsağa keçir. Sista Sonra, yoxsa yox, sürfəsi. cavan sorucu. Sürfə nə gəzir orada? Cavan sorucu. Sürfəni harda görərsən? De görüm sürfəni harda görəcək? İlbis mərhələsi var ya orada. Yəni yumurta artıq əsas sahibin bədənindən düşür suya, suda artıq nə çıxacaq? Kefirli sürfə. Sonra o da ilbizin bədəninə yoxub quyruqlu sürfə şəklində tərk edəcək onu. Bu ərəfədə də çoxalması baş verəcək. Yəni sürfə mərhələsində də çoxalacaqdır. Bəs indi burada sürfəni niyə deyirsən, bax. Sistadan sürfən qaçdı. Tamam. Sistadan nə çıxdı indi? Sistadan cavan sorucusu. Sonra nə oldu? Getdi qaraciyərə. Qaraciyərdə çoxalmağa başladı. Sonra öd aparları vasitəsilə bağırsağa getdi. Bağırsaqdan da nəzis vasitəsilə xaric oldu çölə. Ondan kirpili sürfə əmələ gəldi. Tamam. Kefirli sürfənin başına nə iş gəlir? Necə? Kefirli sürfə nə iş görəcək? O aslında qidalanmır. Üzərəyə gedir, göl bizim bədəninə girir. Orada çoxalıb quyruqlu sürfəyə çevrilir. Quyruqlu sürfədə yenə su kənarı otlara yapışıb, quyruğunu itirib sista halına keçir.
Tamam. Quyruqlu sürfə qidalanacaqmı? Hayır. Bunlarda hansı sormacılar olacaq və yaxud da ümumiyyətlə sormacı varmı? Yoktur. Var. Quyruqlu sürfədə göstərdim axı şəkil üzərindən də göstərdim ki, ağız və qarın sormacıları olacaq bunların. Hmm. Olmamış ama. Tamam. Şəkil üzərindən də göstərdim quyruqlu sürfəni ki, bunlarda həmin sormazlar var. Ağız və quyruq sormazı. Çünki quyruqlu sürfə hər hansı bir proses yerinə yetirmir. Quyruqlu sürfə sista halına keçib yapışıb otun üzərinə, artıq qaramal bunu qəbul edərkən neyniyir? Sistanın içərisindən cavan sorucu şəklində çıxmış olur ki, artıq bunun nəyi olur? Ağız və qarın sorması olmuş olur da, yəni. Demək ki, bunun başlanğıcda elə var imiş də, quyruqlu sürfədə də var imiş. Ki, sistadan çıxanda artıq biz bu ağız və qarın sormasını yenə də görə bilirik. Və şəkilli qurdlara kim aid idi? Solteller, öküz solteri, ekmekol. Tamam. Bu öküz solterinin bədəni nə şəklində olur? Buğumludur. Minə yaxın buğum olur. Özdə başçıq, boyuncuq və buğumlardan ibarət. Hə, adından göründüyü kimi nə şəklindədir bədəni? Bilən şəkil. Bəli. Tamam. Nə qədər uzunluqda olur bunun uzunluğu? Tamam. Nə qədər əzələli sormacı olacaq? 4 dənə. Əzələli sormacdan başqa nəyi var bunun? Sinirlərində 2 üstün qarmaq da ola bilər. Qarmaqlıqlar da ola bilirdi. Hansı bağırsaqda yapışaraq qidalanacaq? Tamam. Həzm sistemi varmı? Yoxdur. Bəs necə qəbul edəcək qidanı? Tüməkdən səthi ilə soracaq. Bəli, həll olunmuş, həzm olunmuş qidanı, qida maddələrini bütün bədən səthi ilə soracaqdır. Çoxalması necə baş verəcək bunun? Otun üzərindəki iki qarmaqlı yumurtalar olur. Mal ortu, yəni qaramal ortu yeyəndən sonra onun iki qarmaqlı yumurtalar altı qarmaqlı sürfəyə çevrilir. Yəni oradan altı qarmaqlı sürfə çıxır. Bu sürfələr də qan vasitəsilə daxili orqanlara gedir. Orada finaya çevrilir, yəni qovurcuğa. Bu finanın içərisində maye olur. Bu maye ilə qaramal xəstəliyə yoluxur, finos xəstəliyinə. Sonra insan yaxşı bişməmiş əti yeyəndə onun daxili orqanlarında, mədəsində finanın başçığı və boyuncuğu inkişaf edir. Yəni ona yoluxmuş olur. Tamam. Başçı boyuncuğu inkişaf elədi. Nə əmələ gətirdi? Yetkin fərdi əmələ gətirdi. Daha sonra boğumlar inkişaf elədikcə nəzis vasitəsindən o da qopub düşür. Ay, sağ ol. Deməli, burada siz mənə deyin nəyi? Heç nəyi. Exinokok haqqında nə deyə bilərik? Ekmekok bunların ən nümayəndələrindən biridir. 3-4 qohumdan ibarət olur. Çıxarmasını da deyim. Əlbəttə. Ekmekokda əsas sahib yırtıcılardır. Aralı sahib qaramal və yaxud da insandır. İnsan ekmekoka ya su ilə ya da hava yolu ilə yoluxur. O bizim yumurtaları bizim daxili orqanlarımıza düşəndən sonra orada qovurcuqlar əmələ gəlir, yəni fin əmələ gəlir. Ən çox da ağciyərimizdə olur. Ağciyərdə yenə finnanın başlığı və boyuncuğu inkişaf edəndən sonra onu daha çox kəsib çıxardırlar, amma kəsəndə ehtiyat eləmək lazımdır ki, içərisindəki maye dağılmasında yoxsa zəhərlənmə yarada bilir. Aha. İndi denən görün biz yumurtadan çıxan altı qarmaqlı sürfə necə gəlib çıxırdı dedik daxili orqanlara? Alt qarmalı sürfə finnaya çevrilirdi, finnadan gəlirdi. Yox, hələ sürfə finniyə necə çevrilir? Altı qarmaqlı sürfə qanla gələcək hara? Daxili orqanlara, ağciyər və digər daxili orqanlara keçə bilirdi. Burada artıq finnaya çevrilirdi ki, burada basçıq və boyuncuq inkişaf eləmiş olurdu. Sonra yırtıcı bu finnalı əti yeyəndən sonra yırtıcı əsas sahib olduğuna görə əsas sahibin bədənində yetkinləşərək doğumları yaradacaqdır, yetkinləşəcək və yumurtalarını qoyacaqdır. Bu şəkildə deyirik. Tamam.
Saf qurdlar tipi. İnsan asqaritə aiddir. Başqa bir adı nematodlardır. Aha. Sən mənə de, yetkin fərd yumurta sürfə bunun hansı necə mühitdə? Oksigen baxımından. Ye- Yetkin fərdi anaerob mühitdə yaşayır, sürfəsi aerob mühitdə. Həmçinin yumurtasının inkişafı üçün. İstilik, rütubət və oksigen lazım. Tamam. Aydındır. Quruluşu necə idi bədənin quruluşu? Doğumsuzdur, dişisi erkəyindən daha uzun olur. Sonra uzunluğu yalnız uzun nəzərlərdən ibarətdir. Yəni ancaq dalğavari hərəkət edə bilir. İlk dəfə nə yarandı bunlarda? İlk dəfə bunlarda üç dodaqlı ağız yarandı, sonra anal dəli yarandı. İçimai ilə dolu bədən boşluğu yarandı. Yəni birinci bədən boşluğu yaranmış oldu. Tamam. Hansı bağırsaqda yaşayacaq? Nazik bağırsaqda. Tamam. Bədən üzərinə nə örtüldür? Sərt kutikula ilə. Tamam. Ee, Aydındır. Həzm sistemi haqqında nə deyəcəyik? Ön, orta və arxa bağırsaqdan ibarətdir. Bağırsağında həzm vəsisi yoxdur. Bir Tamam. də var. Razas sistemi. İfrazat sistemi iki yanaşı kanalcıqlardan ibarətdir. Onlar da öndə birləşib tək ifrazat dəliyinə xaric oldu. Deməli, bunlarda anal dəlik varsa qida neçə istiqamətdə hərəkət edəcək? Bir istiqamət. Tamam. Ee, Aydındır. Sinir sistemi. Bel və qarın sinir sütunları yaxşı şəkildə. Hiss orqanları varmı? Yoxdur, amma bəzi hissi hüceyrələri var. Tamam. Cinsiyyət sistemi haqqında nə deyəcəyik? İki talı tək toxumluqdan ibarətdir. Yeganə heyvandır ki, dişi cins orqanları sayı erkək cins orqanlarının sayından çoxdur. Yəni ayrı cinsiyyətlidir. Tamam. Nə qədər yumurta qoydu gün ərzində? Günə 105 milyona yaxın. 200 minə yaxın. 100 proteindəydi. Tamam. Çoxalması. Buyur. Çoxalması yalnız cins yolla çoxalır. Məziz vasitəsilə xaricə düşmüş yumurtaların inkişafı üçün istilik, oksigen və rütubət lazımdır. Bu yumurtalar oksigenli müddət bir həftə qalandan sonra içərisində sülfə əmələ gəlir. Yəni yumurta mərhələsi. İnsan bu yumurta sülfə mərhələsinə yolxandan sonra sülfə bağırsağın divarını deşib qana keçir. Sonra qan axını vasitəsilə orqanlara gəlir, qaraciyərə, ağciyərə, bir də ürəyə. Sonra ağciyərdə qan damarları vasitəsilə alveollara düşür. Alveollarda bir-iki həftə qalıb, inkişaf eləyir. Həmin ərəfədə də bizdə qıcıqlanma yaradır, yəni biz öskürürük. Alveollarda inkişaf eləyəndən sonra nəfəs borusuna düşür. Oradan da sevilən ağza gəlir. Sonra biz onu təzədən udandan sonra bağırsağa düşüb yetkin fərdə çevrilir. Tamam. Neçə dəfə Allahla keçdin? 2 dəfə. Törətdiyi xəstəlik nə idi? Askaritoz. Tamam. Digər nümayəndə nə idi bunların? Uşaq biz quyruğu. Yumurtalarını hara qoyurdu? Yumurtalarını anal dəlinin kənarına. Tamam. Aydındır. Hansı bağırsaqda yaşayacaq? Nazik bağırsaqda, bəzən yoğun bağırsaqda da olur. Tamam. Aydındır. Hərqəvi qurdular. Kim idi bu? Az qıllı qurdular, çox qıllı qurdular, zəllərsin. Tamam. İndi azqıllı qurdlar sinifinə kim aid olacaq? 8 minə yaxın növləri var, amma soxulcan timsalında öyrənib. Tamam. Soxulcanla bədən quruluşu necə olacaq? Dəri əzələ hüceyrələri var, sonra hərgəvi əzələləri var, uzun əzələlər var. Tamam. Dərsində Qaz edən vəzlər. sağ ol, hüceyrələr vardır. Tamam. Uzun əzələr yığılanda nə baş verir? Uzun əzələr yığılanda bədən qısalır, hərgəvi əzələlər yığılanda bədən uzanır. Tamam, aydındır. Bunlarda ilk dəfə nə yarandı? İkinci bədən boşluğu serum. Tamam. Həm də həzm sistemlərində də bəzi yeniliklər var. Tamam. Həzm sistemi haqqında nə deyə bilərik o zaman? Ağız, uqlaq, qida borusu, çinədan, mədə, orta və arxa bağırsaq və anal dəridən ibarət idi. Qida orta bağırsaqda həzm olunur. Tamam. Tənəffüs sistemi necə olacaq? Bütün bədən səthi ilə. Qan damar sistemi?
Bunlarda ilk dəfə qapalı qan damar sistemi yaranmışdı. Qan yalnız damarlarla hərəkət edirdi. Həm də oksigen daşdığına görə qanın rəngi qırmızı idi. Həmçinin hemoqlobin də var idi. Sonra öndən 5-7 damar birləşib ürək rolunu yerinə yetirirdi. Yəni qanı damarlara qovurdu. Bel və qarın qan damarları var idi. Onlar bir-biri ilə həlqə və zəllərlə əlaqələnirdi, amma öndən altı qovunda bunlar bir-biri ilə əlaqəsiz idi. Tamam, aydındır. İlk dəfə bunlarda qanın əks istiqamətdə, Yapmasına mane olan damarlar yaranır. tamam, ilk dəfə bunlarda artıq biz kaplyar ifadəsini də nə edəcəyik? Çoxlu iri damarlar birləşib kapillyarlar əmələ gətirirdi. Bu da bütün daxili orqanları qidalandırırdı. İri damarlar birləşib kapillərləri əmələ gətirir. Bu şəkildə deməyək, sadəcə damarlar şaxalanaraq kapillərlara keçid edir. Daha nəzik damarlara, yəni incə damarlara. Bunlarda kapillyar ifadəsini artıq işlədəcəyik soxulcanda. İfrazat sistemi necə idi? Metanefridial idi. Hər bu Hər burunda bir cüt borcuq var idi. Hər borcuğun axarda özündən sonraki borcuq açılırdı. Həmçinin hər bu borcuqların da içərisində qıvrım yumaqcıqlar var idi. Onlardakı suyu bədənə sorurdu. tamam, aydındır. Sinir sistemi Udaq üstü sinir düyünü, udaq altı sinir düyünü, udaq ətrafı sinir halqası və qarın sinir zəncirindən ibarət. çoxalması necə idi? Hermafrodit əksəriyyəti, amma çarpaz yolla mayalanma gedirdi bunlarda. 2 toxumluq bir yumurtalıqdan ibarət idi cinsiyət sistemi. Öndə selik əmələ gəlirdi. Selik muftaya çevrilirdi sonra. Mufta bədəndən xaric olandan sonra sərtləşirdi, tündləşib baramaya çevrilirdi. Hər baramada 1-3 arası yumurta olurdu. Bu yumurtalardan da cavan soxulcanlar Deməli, bunların sürfə mərhələsi yoxdur, düzünə inkişaf gedir. tamam. Çoxlu qurdlar sinfi kimi idi, aid idi. Və qumburdu. Tamam, ilk dəfə qunqurdunda tənəffüslə bağlı nə yedik? Yaranmışdı. Nə? Gəlsəmə yaranmışdı. Ay, Tonus orqan. ay, sağ ol. Nereiddə nələr görəcəyik biz? Nereiddə 4 göz var idi, bir neçə qol var idi və ilk dəfə bunlarda ağız və çənə yaranmışdı. Çənələr yarandı. İlk dəfə çənələr. Tamam, ağız zaten var idi. Bundan öncəkilərdə. Tamam, aydındır. Hansı erada yaranmış olar ki, bu qunqurdundakı qəlsəmə? Protezoida. Bəli. Zəlillər haqqında nə deyəcəyik? Tip zəlisi aiddir bura. Tip zəlisinin 2 sormacı var. Ön və arxa sormac. Ön sormacı həm yapışmağa, həm sormağa xidmət edir. Arxa sormacı isə yalnız yapışmağa xidmət edir. Tamam, aydındır. Qanla qidalan. Tamam. Tamam, Xədicə. Təşəkkürlər. Gülşən, Bəli, bəli.